Menopauza nədir? Aybaşı siklinin bir il müddətində olmaması. Menopauza zamanı hansı şikayətlər olur? İstilik basma, tərləmə, yuxusuzluq, dəri quruluğu, vaginal quruluq, sümük sıxlığında azalma. Əlbəttə ki, menopauza əgər vaxtında olubsa, yəni yaşımıza uyğun şəkildə baş veribsə, bu zaman biz bundan qorxmamalıyıq. Əsas şikayətlər nədir? İstilik basmaların gün ərzində miqdarının çox olması. Bəzi pasiyentlərimiz var ki, bu pasiyentlərdə heç olmaya bilər, ancaq bəzi pasiyentlərimizdə gün ərzində 7-8 dəfəyə qədər bu hallarımız mümkün ola bilər. Bütün xəstələrimiz hormon adı gələndə qorxurlar və hormon müalicəsindən çəkinirlər. Öncədən hormon müalicəsindən öncəsində biz müəyyən təhlillərdən danışdığımız kimi istifadə edirik. Burada süd vəzi xərçəngi varmı? Tromboemboliya riski varmı? Arterial təzyiq varmı? Ginekoloji xəstəliklərimiz varmı? Xərçəngə şübhəmiz varmı? Bunları araşdırırıq. Ondan sonra ehtiyac olarsa hormonal terapiyaya başlayırıq. Yox, əgər bizdə bunlara əks göstəriş varsa, digər alternativ yollarımız da var. Əlbəttə ki, bitki tərkibli fitoestrogenlərdən istifadə edə bilərik. Bu zaman biz vitamin Y-dən istifadə edə bilərik. Kəskin vəziyyətlərdə antidepressantlardan da istifadə edə bilirik. Sümük sıxlığında azalma olduğu üçün vitamin D, kalsium, maqnezium preparatlarına da bu müddətdə üstünlük verməliyik. Məqsədimiz odur ki, xəstənin şikayətlərini minimuma endirək. Çünki menopauza bizim həyatımızda olan müəyyən bir dövrdür ki, həmin dövrü biz sağlam şəkildə idarə etməliyik.